Sabah özüm üçün qəşəng yumurta qaynatıram. Dünən xəstə idim, Instagramdan izləyənlər bilir. Bugün biraz sağalmışam. Ona görə istədim sizə qəşəng vlog çəkim. Burada gül kimidir qızlar. Dünən buranı nə halda qoyub yatmışdım. Görsəydiniz şoka düşərdiniz də. Sağ olsun xalat durub səhər təmizləyib. Buradan öpürəm onu çoxlu. Yağı. Kızlar, ne görün buranı tez yığışdıracağım. Baxın. Və hazır. Herkese salam qızlar. Bugün sizinlə təzə bir vlog başlayıram. Necəsiz, nə var, nə yox. Bugün başıma pis hadisə gəldi. Dünən xəstə idim. Əslində bu vlogu dünən çəkəcəkdim. Sadəcə dünən xəstə idim, özümü pis hiss eləyirdim. Bugün isə vloga başlayanda o yumurta qaynatırdım. Baxın orada qaynayan yumurta üstümə dağıldı suyu. Amma keyfimi pozmadım. Sıraz üstündən diş pastası vurdum və qaldığım yerdən davam elədim və vlogumu çəkdim. Yaxaq bura. Bax bura. Başqa paltar yoxdur. Nə əcəbsə. Süfrələr atım. Süfrələr yuyulsun. Bu tərəfdə də var. Paltarları yerbəyer eləyək. Bura pijama çəkilməm. Bu kroplarım. Deməli mən ütüm budur, Silver markasında qızlar. Burada ütüləyirəm mən bu şkafın üstündə. Belə. İndi paltarları ütüləyim. Şuraya çəkə bilməyəcəm. Bunları ütüləyim, yerinə yığım. İstəməsinə çölə çıxım. Prosta səhər bir hadisə baş verdi, yadımdan çıxdı sizə demək. Ayağımı yandırmışam. Əynimə bilmirəm nə geyinim ki, yanığım incitməsin. Bugün maşallah olsun tez durmuşdum. Saat 10 uydu durmuşdum. Çünki xəstə olduğum günü çox yatdım. Əslində gecəni də yatmadım. Gündüzü yatdım, amma axşamı yatmadım. Saat 8-də yatdım, gecə saat 2-də oyandım və saat 6-da yatdım, yenə 10-da oyandım. Qızlar, yay paltarlarım buradadır. Mən elə də paltarım yoxdur əslində. Elə bunlardır. Yeni ildə paltar alan birisi deyiləm. Son zamanlar daha çox paltara fokuslanmışam. Belə. Burada yoldaşımın paltarlarıdır. Bunda yay paltara, qış paltarlarımız da ora rahatlıqla sığır. Bu şkafı ona görə çox bəyənirəm də mən. Bir də burada donlarımdır. Buranı da çox bəyənirəm. Qəşəng uzundur da donlar. Səliqəli qalır hamısı. Burada da qış paltarlarıdır. Məncə artıq bu yuxu problemini həll eləmiş oldum beləliklə. Hər işdə xeyir var deyirlər. İnşallah olar. İşlərimi qutarandan sonra yollanıram Əcəmiyə. Biraz alış-veriş eləyəcəkdim. Mən həmişə gəlib çərəzləri, çay falan bu mağazadan alıram. İstədim sizin üçün çəkim bölüşüm. Çox qəşəng çaylar olur burada, quru meyvələr olur. Qiymətlər də çox münasib olur. Əsas məsələləri aldım. İndi gedirəm kiçik şeylər almağa. Ailə qurduqdan sonra kosmetikalara yox, daha çox ev məhsullarına, dekorasiya məhsullarına, sonra qab-qacağa daha çox həvəsim artıb. Nə qədər qabım, qacağım var, amma gözüm doymur. Və bu kolleksiyanı tamamlamağa çalışıram. Bir neçə məhsul artıq almışam. Düşünürəm hər gedəndə birini, ikisini alsam düzələr. Əslində bu qab üçün gəlmişdim, amma alınmadı. Burada da var, yekə konfet qabı. Burada belə dekorasiyalar var. Qərarsız qalmışam. Qızlar, aldığım qabı sizə evdə göstərəcəm. İndi gəlin buradakı məhsullara baxaq. Siz baxın, mən də danışım, qulaq asın siz. Buradan qab alarkən bir dənə bir şeyə diqqət edin ki, burada defekt çıxır bəzi qablar. Yəni bir çoxunda var. Çünki qablara nəzarət aparılmır. Bu mağazanın o şeyini nifrət edirəm də, yəni sevmirəm. Çünki hər kəsən gəlir qabı alır əlinə, ya bir-birinə dəyir, sınır, ya nəsə olur və
Əgər səhvən alsaz da onu geri qaytarmırlar. Yəni boyunlarına qoya bilmirsiniz ki, bu həqiqətən də belə idi. Nəsə son zamanlar dekorasiyaya da həvəsim artıb. Bu kolleksiyanı tamamlayım. Daha sonra Emsanın kolleksiyasını tamamlayacağım. Ondan sonra da dekorasiyaya keçməyi düşünürəm. İnşallah ki, tamamlaya bilərəm. Gözüm doyar. Dünən axşam yata bilmirdim və Instagramda özüm üçün fırlanırdım. Videolar fikirləşirdim ki, necə videolar çəkim. Daha sonra bu mağaza qarşıma çıxdı səhifəsi və möhtəşəm endirimlər gördüm. Burada gördüyünüz qiymətlərə baxın bir. Yəni möhtəşəmdir. Bu Çinin markasıdır, qız dedi ki, yəni satıcı xanım. Getdim kassaya bir neçə məhsul götürmüşdüm. Həqiqətən də balimlar var idi, nə bilim gidrafil yağlar falan var idi. Dönər yoxdur. KFC-yə getmək istədim. Kəmişlərə gedirəm. Bayram, mənə nuş olsun. Neysə qızlar, mən də getdim kassaya və kassaya yaxınlaşanda mənə orada normalda indirimli qiyməti 5.90 olan məhsulu mənə qız dedi ki, bəs bu 16 manatdır. Yəni şok oldum da. Bəs endirim bitib. Okey, endirim bitə bilər, bitmiş ola bilər. Amma ondan əvvəl də qızdan soruşdum ki, hal-hazırda pulum azdır, 1-2 məhsul götürəcəm. Endirim nə vaxta qədər davam eləyir? Mən gəlib, çünki orada Art'ın konsilerini görmüşdüm, 49 manata düşmüşdü və gəlib onu almağı düşünürdüm. Qızdan soruşdum, mənə dedi ki, ayın 30-una qədər. Və çox sevindim, həqiqətən də gedib ancaq orada məhsul almaq fikirləşirdim də. Amma halbuki mənim ən sevdiyim Olivia'dır. Olivia'nı belə başım buraxıb ancaq o mağazadan alış-veriş eləməyi düşünürdüm ki, çox qəşəng endirimlər var. Və həqiqətən də yəni heç xoşum gəlmədi, heç bir şey də almadım və çıxdım, getdim Olivia'ma girdim. Olivia'da heç vaxt mən bu hala rastlaşmamışam da. Buna görə çox sevirəm Olivia'nı. Və həmin mağaza mənim kimi kosmetika manyakı bir müştərini itirmiş oldular. Kızlar, keçən dəfə məndən soruşdu, üzümə vurduğum tükçəkən krem bunun üz üçünü idi. Bu full bədənli standart. Qəşəng endirimdədir özdə. Qəşəngdir bunlar. Özüm üçün üzümə gel istəyirəm. Qəşəng endirimdədir. Belələr də var. Çok güzel highlighter takmışam. Budur. Bakalım. Ama yok bu stoku. Qızlar, son zamanlar makyaj fırçaları almaq istəyirəm. Düzdür, məndə var Real Technics'in fırçalarıdır. Bir də Nərgiz Shop'dan əldə eləmişdim bir dəst. Prosta xoşuma gəlmir elə də. Naskita'nın fırçalarını almaq istəyirəm. Orada qara görürsüz, 63 manat olan. Baxın, o nabor almaq istəyirəm. Prosta bilmirəm. Misha'nın da kuşonları son zamanlar qarşıma çıxır. Çox gözəl endirimdədir. İstifadə eləmisiniz Misha'nın kuşonundan? İstəyirəm alam ondan da. Keçən dəfə Bahar Store'da da gördüm. Qəşəng endirimdə idi. Parça maskalar da gülməli qiymət idi də 99 qəpiyə idi. Birini aldım özüm üçün. Amma bu dəfə gedəcəm, çoxlu alacağım, alıb atacağım zapas üçün. Həqiqətən də çox gözəldir. Belə qiymətə heç yerdə yoxdur. Özdə orijinaldır da, bilirsiniz ki, orijinaldır. Daha sonra Əcəmidə dırnaq mağazası tapdım. Çox qəşəng uyğun qiymətə idi. Bilirsiniz, mən dırnaqlarımı evdə özüm eləyirəm və uyğun qiymətə aldım. Bundan sonra gedib ancaq oradan alacağım dırnaq ləvazimatların. Qəşəng qiymətə idi. Vlogun sonunda da görəcəksiniz necə dırnaq düzəldirəm. Qızlar, bura qədər baxmısınızsa, nə olar like eləyin də videonu. Gəlin indi baxaq görək nələr almışam. Deməli Olivia'dan. Olivia'dan almadım, başqa mağazadan aldım. Axşam bəlkə dırnaq elədim. Yüz maskası aldım. Tenzoranın üz yuma gelləri indirimdə idi. Mən bundan günəş kremi istifadə eləmişəm. Bu markanın çox qəşəngdir. Belə yüz yuma geli. Qəşəng olsa gedib bir ikisini də alıb atacağım zapasa. 5 manata aldım bunu. Neyse. Bunlar qaysı falandı. İndi gedirəm aş pişirməyə. Əsas məsələ. Oy. Məndə olan koleksiyonun şirniyyat qabısını aldım. Yumrusu var idi. Prosta yumrusu zədəli idi deyə götürmədim. Bir dənə qalmışdı. Bunu götürdüm hələ ki. Bunda aş da qoymaq olardı. Süfrəyə düşdürəm. Çox qəşəngdir. Yavaş-yavaş başqalarını da alacağım, yığacağım. Qızlar, almağı uçmadım.
O kadar sevirəm mən bunu. Dəhşət sevirəm də. Azaldım. Gerek bu dəfə gedəm çoxlu alam. Pulum az idi deyə başqa şeylər aldım. Qabları yığaq yerinə qızlar. Mənim demək olar ki, qablarımın yarımdan çoxu dekalivdəndir. Bu kasalar yox, bu nabor dekalivdəndir. Sonra bu da onun naboru da dekalivdəndir. Bu da dekalivdəndir. Bir çoxsu dekalivdəndir. Dekalivin qablarını sevirəm. Bu ağ kolleksiyanı qutarım. Emsa'nın qızılı kolleksiyasında alıb yığacam. İstəyirəm ki, bu ağı yeni ilə qədər qutarım. Bu Emsa'nı da alım. Yeni ilə uyğundur da. Yeni il üçün o süfrəni bəzəyim. Ağlımda elə ideyalar var. Bunları mən bura qoyuram. Sonra robot tostoran yığıb zaretka evləri silərdi. Bura qoyaq. Silməyəcəm, özün suyu çəkilir. Həmişə silib qoyuram. Prosta indi məsafətim yoxdur. Palçıqın suyu çəkilsin, axırda götürərəm. Belə qoxunam gül kimidir. Hə, burada da şabalıq qaysı turşu var. Hərəsindən 2 manatı qaldı. Belə şabalı da aldım. Sonra bu qaysıdır deyəsən. Hə, əri qaysı. Bu turşuda özüm bilin ki, turşunu az verin. Turşu tapanda pis olur. Qoy, buradan əti də götürüm. Ətim də buzu açılsın. Qoyum hələlik bura əti. Bu qablardan da o qədər xoşum gəlir ki, kaş bundan çox alardım. Araz marketdən almışdım, indi yoxdur olardı. Qızlar. Belə, bura yığacam onları. Bunu götürürüm, bunu yığacam deyil. Yox, artıqdır. Bunu qoyaq bura. Belə qəşəng. Var da hələ ki qalsın belə. İnşallah ki kolleksiyamı tamamlayayım. Bura hamısı bu ağlardan olsun istəyirəm. Yuxarıda da var. Bakalar belə ayrı olan, ürəyim sıxılır. Düz oldu. Belə. Bunları yox, bu arxadakiləri Karacadan almışam. Bunları bilmirəm hardan almışdım. Bir də bunları Karacadan almışam. Bundan bir dəstə almaq istəyirəm. Çox xoşum gəlir bunlardan. Bayramda rəngli konfetlər qoymuşdum içinə. Çox qəşəng görünürdü. Bunların nəsində balacası var. Bu bir limon qabıdır. Amma belə balaca var şey üçün. Belə şirniyyat üçün də, konfetlər üçün. Prosta indi bilmədim bunu hara qoyum. Kartı bura qoyuruq. Qazın kartı itməsin deyə ora qoyuruq. Qəpiklər bura. Bunu da indi yer tapacam. Qızlar, şahplovumu hazırlayıram. Burada şabalıdır. Qaysını falan yumuşam. Qəşə suya qoymuşam. Burada soğan qızarır. Soğan qızarsın. Sonra əti qızardacam. Sonra onları belə. Əgər istəsəniz tam reseptimi paylaşaram səhifədə. Yəni sizi yormamaq üçün belə yüngül çəkirəm. Qızlar, istifadə edədiyim düyü də bundandır. Sultan Premium'dur. Belə görünür. İndi suya qoymuşam. Burada da zəfəran dəmlədim. Var qalsın belə. Hər soğandan sonra belə oluram. Gedim üzümü yuyum. Qızlar, mənim kanalımda nə tip videolar görmək istəyirsiniz? Yəni təmizlik olsun, alış-veriş olsun, gəzmək olsun, necə tip bir vlog istəyirsiniz? Nə olar, xahiş edirəm, mənə kömək eləyin, yəni yorumlarda yazın. Mən də bilim ki, necə vlog çəkeyim, sizin də xoş olsun, mənim üçün də xoş olsun. Makyaj vlogumu istəyirsiniz, yoxsa təmizliyimi, yemək vloglarımı, necə bir şeylər istəyirsiniz? Sizi daha çox nə maraqlandırır? Ya mənə vermək istədiyiniz suallar olanda videonun altında yoruma yazarsınız. Mən sizə gələn vlogda həmin o sualın cavabını verərəm.
Və bu arada onu da deyim ki, mənim Instagram və TikTok hesabım da var. Mən çox vaxt TikTokda canlı yayım açıram və gündəlik həyatımı da Instagram storylərində bölüşürəm sizlər üçün. Mənə dəstək olursanız çox sevinərəm həqiqətən də. Öpürəm indidəndən sizi. Yaxşı ki varsınız qızlar. Şaxlovmu qoymuşam artıq demə. Bu qazanda qoyuram mən aşağı adətən demə. Buralar belə. Belə. Harada yığdım bura. Robot osturana taxım evi təmizləsin biraz. Burada isə öz aləmimdə güya sizin üçün dırnağımı necə düzəldirəm onu çəkmişdim daha doğrusu, amma heç bir şey düşməyib. TikTokda da canlı yayım açmışdım. Orada bir qız məndən xahiş eləmişdi ki, bəs ayrı vlog çək dırnaq haqqında. Təəssüflər olsun ki, bu vlog o vlog deyil. Amma inşallah növbəti dırnağımı düzəldəndə asoba sizə dırnağı necə düzəldirəm o haqqda məlumat verəcəm. Çox dadlı aldı amma. Bizə nuş olsun. Dırnağımla tarelkam eyni rəngdədir. Dırnaq şeylərimi qoyaq indi yerinə. Oy, açaq bunu. Hoppa. Sonra bunu bura qala bilsək. İçində nə qədər var çəkilənə. Şkafda faydalanmışam dırnaq şeylərimi. Neçə bu qoyaq. Ayağımızla dəstəkləyək. Belə. Bura. Bu pomadanı da qoyaq. Bura. Все. Ayağım da səliqəlidir. Bəlkə də sizi bezdirmiş oluram. Amma videoyu bura qədər izlədinizsə və kanala abunə olmamısınızsa çox xahiş edirəm. Kanala abunə olun. Mənə motivasiya vermiş olacaqsınız. İnanın sizin üçün bu sadəcə barmaq toxunuşudur, amma mənim üçün bu çox böyük şeydir. Hər bir abunə gələndə belə uşaq kimi o qədər sevinirəm ki, elə bilirəm ki, sanki doğmalaşırıq sizlə. Bir takip gələndə, ya Instagramdan, ya bir komment gələndə, bir like gələndə mən o qədər sevinirəm ki, sadəcə məni sevindirmək istəyirsinizsə, xahiş edirəm bu videoyu bəyənin, like atın, bol komment atın və mən bu yola yeni başlamışam. İnşallah ki, çoxlu uğurlar qazanaram. Təbii ki, sizlərin sayəsində. İnanın blogerləri, yəni sizlər bloger eləyirsiniz də, insanlar bloger eləyir, xanımlar bloger eləyir. Kim hansı sahə üzrə gedirsə, uğurlar arzulayıram ona da. Qızlar, mətbəxin son halı təmizlədim. Bunu aparım şkafa. Bunlar çirklidir. Все. İşim bitti. Burada çirkli paltarlardı. Gördüğünüz kimi. Burada isə təmizləyici şeylərimdir. Belə. Özüm üçün bir vedrə çay. MMD's ən sevdiyimdir də, ən sevdiyim. Və ən sevdiyim bloger Ayka. Əslində qızlar, məni YouTube'a, Instagram'a həvəsləndirən baxın bu qızdır, bu qız. Yəni çox sevirəm. Dönə-dönə də vloglarına baxıram ki, necə deyim, baxım görüm necə montaj eləyirdi, yəni öyrənmək üçün.